Deməli, uşaqlar, bugün danışacağıq yazılı həll tələb edən tapşırıqlar haqqında. Ümumi olaraq 3 dənə yazılı həll tələb edən tapşırıq olur, bilirsiniz. Əvvəllər də dərslərdə demişəm. Sürətli şəkildə bir dənə üstündən keçəcəm. 3 dənə bu yazılı həll tələb edən tapşırıqdan bir dənəsi alqoritmin blok sxeminin qurulması, digər ikisi isə Pythonda kod yazmaqla bağlıdır. Bizim bugündən etibarən baxacağımız tapşırıqlar blok sxem qurma və kod yazma tapşırıqlarıdır. Hal-hazırda siz sualları, mən bunun miqyasını artıracağım daha rahat görəsiniz deyə. Hal-hazırda siz sualları School'da görürsünüz, amma bu suallar sizin Udemy'də gördüyünüz sualların eynisidir. Yəni School'da əgər siz Classroom bölümünə keçsəz, burada kursları görəcəksiniz. Bəzilərinin üzərində işləyirəm, hələ ki sizə görsənməyəcək. Amma bəzilərini özünüz görə bilirsiniz. Misal üçün əlavə testlər işləmək istəyirsinizsə, burada informatika test bankı var. Müəllimlər üçün yazılmasına baxmayın. Müəllimlərə aid olanlara ulduz qoymuşam, siz də işləyə bilərsiniz. Burada yenə videolar var, girib baxa bilirsiniz, tam deyil. Udemy'də sizdə olan kurs hələ ki daha çox video, material, test var orada. Bu hələ tam hazır deyil. Amma Python və alqoritm kursu birə-bir sizin Udemy'dən aldığınız kursun eynisidir. Yəni demək istədiyim şey odur ki, bugün baxacağımız testlərin hamısı onsuz da sizdə var. Tapşırıqların hamısı sizdə var. Və burada misal üçün bəzilərində görürsünüz, yazı var, biraz böyüdüm. Video izahı var deyir. Bunun üzərinə vuranda video izahına keçə bilirsiniz. Eyni video izahlar yenə də sizdə də Udemy'də mövcuddur. İndi bunu bağlayıram, keçirəm tapşırıqlara. Ən vacib məsələ uşaqlar. Təzə başlayırıq. Ona görə tapşırıqlar sadədir. Yəni ola bilər ki, kimlərinsə bazası var. Bu tapşırıqlar kimlərdən ötürüsə çox asan gələcək, amma yenə də maksimum diqqətlə qulaq asın. Yəni təkcə burada məqsədimiz bu tapşırıqları işləyə bilirsiniz, işləyə bilmirsiniz, bu deyil. Həm də necə yazmalıyıq ki, bizə tam bal versinlər. Nəticəmizi yüksək qiymətləndirsinlər, həllimizi, cavabımızı yüksək qiymətləndirsinlər. Bununla bağlı da danışacağıq. Blok sxemləri flow algoritm vasitəsilə qura bilərsiniz. Əvvəl də danışmışam. Udemy'də bundan bağlı məlumatlar var. Onsuz da oradan da görə bilərsiniz. Amma kağız üzərində işləməyə daha çox diqqət eləyin. Flow algoritmdə qrup yoxlayın, sonra kağızda da çəkin. Eyni cür Pythonda kodları yazandan sonra dəftərə də yazın, vərəqə də yazın ki, əliniz öyrəşsin. Çünki imtahanda vərəqdə yazacaqsınız. Telefonda və ya kompüterdə yazmayacaqsınız. Mən əvvəlki dərslərdə də olduğu kimi PyCharm vasitəsilə kodları yazıb sizə göstərəcəm, amma PyCharm kompüteri biraz yorur, ağır proqramdır. Açılması və s. də biraz vaxt alır. Ola bilər kiminsə kompüteri onu dəstəkləməsin. Ola bilər kiminsə ümumiyyətlə kompüteri yoxdur. Sadəcə belə deyirsiniz. Mən əvvəl qruplara bundan bağlı göndərmişdim linklər. Uşaqlar təkrar bir də göndərərəm. Adi normalda Google axtarış sistemində bir dənə online Python yazın və qarşınıza müxtəlif saytlar çıxacaq. Bunların hansını istəyirsiniz yoxlayın. Proqramlar və s. də var. Onları da eləyə bilərsiniz. Hər hansı birini yoxlayın, tərkibinə keçin. Burada kodları yazın, işə salın, baxın. Mən hər hansı bir şey deməyəcəm sizə. Yəni bu yaxşıdır, o yaxşıdır. Kiminsə kompüterində kod yazma redaktoru varsa heç bir problem yoxdur. Yəni baxın, məsələn bunu bir uzun koddur. Tamamilə yazmaq istəmirəm. Ona görə kopyala yapışdır eləyəcəm. Bura yapışdırıram. Tutaq ki, kodu özünüz yazdınız. Miqyası artırıb azalda bilərsiniz. Onsuz da telefonda, kompüterdə rahat görəcəksiniz. Run düyməsinə vurursunuz və sağ tərəfdən nəticəni sizə göstərir. Başqalarını da özünüz araşdırıb tapa bilərsiniz uşaqlar. Kimdən istəyir onu istifadə eləsin. O önəmli deyil uşaqlar. Nə istəyirsiniz istifadə eləyin. Əsas odur ki, kod yazmaq üçün nəsə bir şeyiniz olsun. Amma mənim göstərdiyim bu saytlar kompüteri olmayanlar üçün də əl çatandır. Yəni kiminsə kompüteri yoxdur, planşetlə yazır və ya telefonla yazır. Onlar üçün də əl çatandır. Telefonda da rahat bir şəkildə işləmək olacaq. Yəni mənim demək istədiyim şey odur ki, saytlardan istifadə eləsəz, yəni artıq kompüterim yoxdur və ya kompüterim zəifdir, belə bəhanələriniz qalmayacaq. Rahat şəkildə telefonda da, kompüterdə də, planşetdə də, kimdə nə varsa yaza biləcəksiniz. Başlayırıq uşaqlar. Dediyim kimi, hələ ki çox sadə tapşırıqlara baxacaq və daha çox siz də bu şəkildə fikir verin ki, necə yazaq ki, dimdə bir problem çıxmasın, yazdığımızı tam şəkildə qiymətləndirsinlər. Birinci tapşırıq. Daxil edilmiş 2 ədədin cəmini hesaplayan və çap edən alqoritmin blok sxemini qurun. İndi bilirəm, bir çoxlarınız fikirləşirsiniz, bu çox bəsitdir, amma yenə də sürətli formada bunu yazacağım. Ki, testlər işləyəndə də bunu görmüsünüz onsuz da sol tərəfdə.
çəkəcəm. Baxın uşaqlar, ovalları qoymasanız da bal kəsmirlər, amma yenə də əgər vaxt sıxıntınız, vaxt probleminiz yoxdursa, çalışın ki, hər şeyi düz eləyəsiniz. Birincini yazırıq. Daxil edilmiş 2 ədədin cəmini hesaplayan alqoritmin blok sxemini qurun. Gəldik buradan paralelogramı çəkdik. İndi 2 ədəddir. Bunları şərti olaraq A və B olaraq götürürəm. Mən burada paralelogramın içərisində A və B-ni vergüllə yazıram. Əgər istəsəz 2 dənə ayrı-ayrı paralelogram qoyub, bura A, bura B yazarsınız, flow algoritmdə olduğu kimi. Amma vaxt getməsin və çox yer getməsin deyə bu formada yazsanız daha yaxşıdır. Çünki imtahanda sizin üçün bir dənə A4 vərəq ayrılacaq. Bu A4 vərəqin bir üzünə, sadəcə bir üzünə siz həm blok sxemi, həm də Python kodlarını yazmalısınız, yerləşdirməlisiniz. Ona görə mümkün qədər çalışmalısınız ki, yığcam olsun, artıq şeylər yazmayasınız. Və daxil edilmiş 2 ədədin cəmini daxil etmə paralelogram, cəm hər hansı bir dəyişən götürə bilərsiniz, amma samın s-sı s bərabərdir götürürlər. Siz də o formada götürsəz daha yaxşı görünər. Və hesabladıq. Bundan sonra yenə çap bloku paralelogram qoyuruq, s-i yazırıq və ovalla bitiririk. Ovalların içində nəsə yazmayın. Yəni artıq vaxtınız qalar, hə, olar. Amma yəni oturub bir də bura nəsə yazın, bura əlavə bal verərlər və s. elə bir şey yoxdur. Hətta çətin blok sxemlərdə ovalları yazmasanız belə sizdən bal kəsməyəcəklər. Bu belə uşaqlar birincisi. İndi yavaş-yavaş digərlərini də keçəcəm. Digər vacib məsələləri də, növbəti tapşırıqları nəzərdən keçirərik. İkinciyə baxırıq. Daxil edilmiş ixtiyari 2 həqiqi ədədin cəmini hesaplayan və nəticəni çap edən kod yazın Python dilində. Deməli, uşaqlar, burada nəyə diqqət eləyin? Daxil edilmiş ixtiyari 2 həqiqi ədədin. Bax, ixtiyari həqiqi ədəd, ixtiyari ədəd və ya ədədin tipi deyilmirsə, float şəklində daxil eləyəcəksiniz bunları. Mütləq float şəkildə daxil eləyəcəksiniz. Yəni, burada əsas diqqət eləməli olduğunuz məsələ elə bundan ibarətdir. Ədədlərə A, B deyəcəm. Bura yazıram float, input. Uşaqlar, daha səliqəli görsənsin deyə mən testləri tərtib eləyəndə siz görmüsünüz onsuz da mən adətən belə yazıram A bərabərdir şəklində. Aşağıdan B bərabərdir. Float, input, dırnağın daxilində B bərabərdir. Yazıram və cəm istəyir. Düzdür, S bərabərdir. A plus B yazıram və növbəti mərhələdə print S yazıram. İndi uşaqlar, burada nəyə baxacaq? Burada dırnaqda yazılan A və B-nin mənası nədir? Yazı olaraq heç bir mənası yoxdur. Heç bir mənası yoxdur. Və kodu işə salıram. Məsələn, bura 5 yazdıq, bura 7.2 yazdıq, enteri vurduq, 12.2 yazdıq. Birinci növbədə yadda saxlayın ki, bura float yazmışsınızsa, siz floatda, integerdə, tam ədəddə, həqiqi ədəddə daxil edə bilərsiniz. Integer yazmaq olmaz ki, eyni cavab vermir. Olmaz təbii ki, Simral. Yəni 7.2-ni daxil edəndə, əgər integer yazsaydım, xəta verəcəkdi. Mütləq şəkildə şərtə baxmaq lazımdır. Mütləq şəkildə. Yəni, bu formada yazmışamsa, indi göstərdiyim kimi A-ya 5, B-yə 7.2 verdim və heç bir problem çıxmadı. Amma mən bunları int olaraq, onsuz da əvvəlki dərslərdə bunu izah eləmişəm, Udemy-dəki videolarda da var bu. Int yazıb 7.2 versəz, xəta baş verəcək. Və normalda, əgər görsəz ki, misal üçün, sizin qarşınıza imtahanda çıxan tapşırıqda yazıb natural ədəd, yazıb tam ədəd, o zaman int olaraq daxil eləyin. Əgər bunun qarşısına float və ya int yazmasaq, o zaman sətir olaraq götürəcək, bəli. Və normalda burada da toplama verəsi olsaz, bunların götürüb ikisini bir-birinə birləşdirəcək. Onsuz da testlər işləmişik, məncə orada bir probleminiz olmamalıdır yəni. Və uşaqlar, bu da bizim ikinci tapşırığımız. Biraz sürətimizi artıraq. İstəyirəm ki, bugün mümkün qədər çox tapşırığa baxaq. Saat 22:00-da da onsuz da sınağımız başlayacaq. Daxil edilmiş 3 ədədin hasilini hesaplayan və nəticəni çap edən alqoritmi blok sxem şəklində təsvir edin. Yenə uşaqlar, bayaqki formatla yazacağım. Düşünürəm ki, yeni bir şey yoxdur, ona görə sürətli gedə bilərəm. Başladıq. Ədədlər x, y, z, a, b, c, nə istəyirsiniz götürün. a, b, c götürdük. Və 3 ədədin hasilini də blok sxemdə ədədin tipi haqqında fikirləşmirsən uşaqlar. Onsuz da bu kağız üzərində yazılan bir şeydir. Hasili daha çox P ilə yazırıq. A vur B vur C. Uşaqlar, P bərabərdir A, B, C yazmayın. Riyaziyyatdakı kimi yazmayın. Ulduz yazın və ya heç olmasa nöqtə də olsa qoyun bura. Çünki proqramlaşdırmada və ya alqoritmin yazılış formalarında belə şey A, B, C, belə bir şey yoxdur.
Ona görə heç olmasa bir nöqtə qoyun. Ya, ulduz qoymaq biraz vaxt apara bilər. Nöqtə qoyun, keçin. Orada bal kəsməyəcəklər, narahat olmayın. Hasilini hesablayan və nəticəni çap edən. Gəldik bura, çıxış qoyduq, P-ni yazdıq və bitirdik. Hə, siz gedib imtahanda belə bir şey gördünüz. Tutaq ki, bu qədər asan şey düşən deyil bu arada, nəysə. Daxil edilmiş 3 ədədin hasilini hesablayan alqoritmin blok sxemini qurun. Yəni, uşaqlar gəlib burada dayanmayın. Ha. Bəzən deyirlər ki, çap edən deməyib ki. Yəni, alqoritmin tam olması üçün, yəni boş-boşuna hesablamasın da, bildiniz necə? Alqoritmin tam olması üçün mütləq onu çap bloku ilə yekunlaşdırın. Yəni, imtahanda gedib şərtdən nəsə səhv axtarmayın. Yəni, sizin işiniz imtahanda testdən səhv axtarmaq deyil. Götürün, birbaşa yazın. Axıra qədər gedin, çıxın. Yəni, onsuz da daxil edilmiş 3 ədədin hasilini hesaplayan, bura yoxdur, tutaq ki. Alqoritmin blok sxem şəklində təsvir edin deyirsə, ya, burada dayanmırıq. Burada dayansaq, alqoritminiz tam olmayacaq. Hə, nə oldu ki, A, B, C vurdu. Yəni, öz başına mənə cavabı vermirsə, göstərmirsə, nəticəni göstərmirsə, özü üçün hesablayırsa, bu mənim nəyimə lazımdır? Həmişə blok sxemi tam yazırıq. Şərtdə verilsə də, verilməsə də. Gəldik 4-ə. Daxil edilmiş 3 həqiqi ədədin hasilini hesaplayan və nəticəni çap edən kod yazın. Uşaqlar, bu yenə bayaqki kimidir. İndi keçin bura. Buradakı kod. Bir dənə bura əlavə olaraq bunu kopyalayaq hətta. C əlavə edirsiniz. Bura C yazdıq. Burada yenə bayaq kimi P deyək. P bərabərdir. A vur B vur C yazdıq. Və çapda da P yazdıq. Bu qədər. Başqa bir şey eləməyə ehtiyac yoxdur. İlkin əgər blok sxemi nəzərdə tutursansa, S bərabərdir A böl B-ni belə yazırıq. Bu şəkildə. Blok sxemdə. 2 nöqtə ibtidai sinif qaydasıdır. Yəni, normal şəkildə yazmaq lazımdır. Normal şəkildə. Göstərəcəm indi. Onsuz da növbəti hissələrdə onlarda olacaq. 2 nöqtənin proqramlaşdırmada mənası başqadır. Pythonda başqadır. Alqoritmin yazılış formalarında, düzdür, hal-hazırda kitablarda yazılmır. Bərabərliyin yanına 2 nöqtə qoyurdular ki, bəzi köhnə testlərdə, mənim də testlərimin bəzilərində var, görmüş olarsınız. 2 nöqtəni bərabərliyin yanına qoyurdular ki, riyaziyyatdakı bərabərlikdən biraz fərqlənsin və mənimsətmə deyirdilər ona. Yəni, 2 nöqtə ilə bölmə yazmayın. Yəni, ayıbdır o. Düzdür, dimdə deyəcəksiniz ki, dimdə var idi. Dimdə olması, indi videoya da çəkirəm, çox danışmaq istəmirəm bu barədə. Dimdə olması lap böyük bir ayıbdır. Amma mən sizə bunu dəfələrlə demişəm də onsuz da. Olmaz. Normal şəkildə, düzgün formada yazmağa çalışın. Haradasa hər hansı bir səhvin olması, onsuz da yəni, siz də onu eləyə bilərsiniz anlamına gəlmir. Gəldik 5-ciyə uşaqlar. Daxil edilmiş 5 ədədin ədəd ortasını hesablayan blok sxem qurun. Bunun blok sxeminin qurulması Flowgorithim variantı burada var. Bayaq göstərmişdim. Udemy-dən özünüz baxa bilərsiniz. Sürətli şəkildə bunu da göstərim. Başladıq. 5 ədəd A, B, C, D, Y yazacağım. A, B, C, D, Y yazacağım. Sonra daxil edilmiş 5 ədədin ədədi ortasını deyir də, düzdür. Gəldik buradan ədədi ortanı nə ilə? K deyirəm. Ya açsıq burada mötərəzə A plus B plus C plus D plus Y və bölünsün neçə ədəd idi? 5. Baxın uşaqlar, bir dənə də vacib məsələni deyim. Baxın, düzbucaqlığını çəkdim, bunu yerləşdirə bilmədim. Ona görə imtahanda belə eləsəz daha yaxşıdır. Daxil etməni yazdıq, içini doldurduq. Gəlirəm bura. S, bayaq K demişdim, K deyim ədəd ortaya. K bərabərdir, aç mötərəzə A plus B plus C plus D plus Y bağla, böl, 5 ədəd idi. 5. Ondan sonra düzbucaqlısını çəkin. Yoxsa o biri cür imtahanda yəni problem yarada bilərsə, daha səliqəsiz görünə bilər və s. Bundan sonra da gəldik çap bloku, yazdıq K və tamamladıq. Bu şəkildə. Suallardan birində Python'da kimi faktorial sxem qurmaq var. Başa düşmədim, Nihat, nə deyirsən? Python'da kimi faktorial sxem. Gözlə, oxuya da bilmədim. Başa düşmədim nə deyirsən, amma faktorialın qurulması ilə bağlı olacaq kodlarımız və blok sxemlərimiz. Gəldik 6-cıya. Daxil edilmiş 5 ədədin ədəd ortasını hesaplayan kod yazın. Uşaqlar, bunu belə deyirsiniz.
Özünüz Python'da biraz əvvəl mənim blok sxem formatında yazdığım var idi. Bu şəkildə yazarsınız. Mən sizə biraz daha fərqli formada bunu yazım göstərim ki, yəni başqa cür necə eləmək olar. Daxil edilmiş 5 ədədin ədədi ortasını hesablayan. Bax, belə eləyirəm. Gəlirəm bura, for dövrü qururam. For, i, in, range. Gəlib buradan 5 yazsam, avtomatik olaraq, bəli, dövrlə 5 dənə dövr yaratmış olacaq və qayıdıram, baxıram məsələyə. Daxil edilmiş 5 ədədin ədədi ortasını hesablayan deyir. Ədədin növünü demir uşaqlar, tam ədəd və s. demir, hə? Daxil edilmiş 5 ədəd deyir. Tam ədəd demədiyinə görə, bir dənə başdan burada ədəd orta üçün k bərabərdir 0 verək. Ədədin tipini demədiyinə görə bunu mütləq yadda saxlayırıq. Ədədimiz olsun n, yazacaq float input. Float input, yaxşı. Bu həmişə nəzərimizdə olsun. Və düşdü aşağı. Keçirik hesablama mərhələsinə. İndi k-ya 0 demişəm də, düzdür. K bərabərdir k plus n deyirəm. Və ədədləri verdikcə toplasın. 5 dənə ədədi verdik, topladı. Və sonra gəlirik növbəti hissəyə. Print. Artıq 5 dənə ədədin cəmi məndə var. K bölünsün 5 yazdıq. İndi bunu yoxlayırıq uşaqlar. Baxaq görək düzgündürmü? İşə saldıq. Məsələn, olsun 12, olsun 8, olsun 10. Buradan 20 aldıq. Bir dənə 20, bir dənə də 0 verirəm buna. Bax, belə. Topladı və nəticəni verdi, hesabladı. Dediyim kimi, blok sxemdə olan formanı da burada yaza bilərsiniz. Sadəcə 5 dənə A, B, C, D, düzdür, inputu başqa cür eləmək olur, amma orta məktəb proqramımızda yoxdur. Bu arada uşaqlar, orta məktəb proqramından çıxsaq nə olar və s. Breakdir, continue'dur, mənfi indekslərdir, orada çıxın, amma mümkün qədər çalışın ki, çox çıxmayasınız. Çünki, misal üçün, bəziləriniz kursa gedirsiniz, olimpiyadaya hazırlaşırsınız, Python'da daha çox şey bilirsiniz, orta məktəbdən kənar komandalarda bilirsiniz. Amma onlar yoxlama zamanı problem çıxarda bilər ki, əvvəl görmüşük onu. Apellyasiya verməli olarsınız. Yenə bir şəkildə bəlkə balınızı alarsınız, amma baş ağrıtmaq lazım deyil. Hə, yaza bilərik, bəli, bəli. Buradakı kimi deyirsən, bəli, yaza bilərik. Parallelogram k bölü 5. Sadəcə məsələ nədir? Parallelogramı qoyursan, k bölü 5 yazırsan və salam. Bəzən götürüb bu parallelogramı çəkirlər. Məsələn, belə yazırlar. A bərabərdir k bölü 5. Bu olmaz, bu səhvdir. Bərabərlik yazırsansa, o düzbucaqlının içində olmalıdır. Paralleloqramın içində sadəcə k bölü 5 yazırsan. Bax, önəmli məsələdir uşaqlar. Yaxşı bir sualdır bu. Önəmli məsələdir. Bərabərlik yazmaq olmaz. Bərabərlik yazırsınızsa düzbucaqlının içərisində. Bu belə. Bunlar önəmlidir. Bunlar yəni balınızı azalda bilər. Ona görə bu şeylərə diqqət edin. İndi yenə davam edirik. 7. X dəyişəninin qiyməti daxil edildikdə ifadəsinin qiymətini hesablayan blok sxem qurun. Uşaqlar, bəzən riyaziyyatdakı problemlərin informatikaya yansıması nəticəsində bu kimi testlər səhv qurulur. Bir də mənə yazın görək, bu blok sxemin növü nədir? Xətti dövrü budaqlanan hansı tip bir blok sxemdir bu? Hə, baxın, artıq burada fikir ayrılıqları yaranmağa başladı. Xətti budaqlanan. Amma bu informatika ilə bağlı deyil. Bu riyaziyyatdakı problemlərinizdən bağlı. Xəttidir, bəli. Xəttidir. X dəyişəninin qiyməti daxil edildikdə X-in yerinə 2 verirəm. Deyirəm, bunu hesabla. Niyə budaqlanan olsun ki? Kvadrat tənliyin həlli olsa, diskriminanta geçsəz, onda budaqlanan olar. X dəyişəninin qiyməti daxil edildikdə. Yəni, X verəcəyik. Yəni, belə fikirləşin də fx funksiyasının qiymətini hesablayırıq. Məsələn, X bərabərdir 2 olanda gətir yerinə qoy hesabla. Belə bir şeydir. Və başladıq uşaqlar. Ovalından standart formada başlayırıq. Nəyi daxil edəcəkdir? X dəyişəninin qiyməti. X. Və düşdük. İndi hesablamaya gedirik. Y bərabərdir 3 nöqtə ulduz nəsə bir şey yazdıq. X kvadratı normalda belə yazmalısınız. Plus 5 ulduz x minus 7. Bunu yazdıq. Əgər siz bunu
Y bərabərdir 3x kvadratı plus 5x minus 7 şəklində də yazsa sizdən bal çıxmayacaqlar. Amma belə yazın uşaqlar. X vur x yaza bilərik, bəli. O fərqi yoxdur, yazı olaraq düzgündür onsuz da. Yəni siz yenə də burada mənim göstərdiyim formada yazın. Ya bu daha professional görsənir. Və gəldik növbəti hissəyə. Bir dənə çap bloku qoyduq. Y-i yazdıq və bitirdik. Sadəcə bu. Sadəcə bu. Və indi uşaqlar gəlirik 8-ə. 8-i özünüz praktik eləyərsiniz. X dəyişəninin qiyməti daxil edildikdə ifadəsinin qiymətini hesablayan kod yazın. Burada məsələ nədir? Vurmanı ulduzla yazacaqsınız. Qüvvətə yüksəltməni 2 ulduzla yazacaqsınız. Başqa da bir şey yoxdur. Bir də x dəyişəninin qiyməti natural ədəd, tam ədəd demir. X-i float vasitəsilə verəcəksiniz. Sürətli şəkildə yazırıq. Deməli, bir də uşaqlar, əgər məsələnin içərisində nəsə dəyişənlər veriblərsə, x veriblər, y veriblər, siz onlara müdaxilə eləməyin. Bəzən məsələnin içində x verir, götürüb blok sxemi quranda A yazır kimsə onun yerinə. Yəni n veribsə n yazın. O yoxlayan adam üçün bal kəsməyəcəklər ona görə, amma yoxlayan adam üçün daha anlaşılan olacaq. Ona görə çalışın ki, məsələnin içində nəsə dəyişən adı veriblərsə, həm blok sxem quranda, həm də kod yazanda ondan istifadə edin. Kod yazma tapşırıqları, bayaq dedim də Məhəmməd. Kod yazma tapşırıqları Udemy-də var. Həllərini kod qruplarına göndərəcəksiniz. Ev tapşırığı olaraq verəcəm onları. X dəyişəninin qiyməti daxil edildikdə x bərabərdir. Float input x-i daxil elədik və y bərabərdir. Orada dediyi kimi yazıram. 3x kvadratı 3 vuraq x vuraq, yəni bu kvadratdır. Plusu qoyduq. Nədir növbəti? 5x 5 vur x və minus 7 idi. Düzdür? Minus 7-ni də yazdıq. Bu şəkildə. Və bundan sonra gəlirik, print y deyirik. İndi sadə bir ədəd verək. Məsələn, x-ə 0 versək, mənfi 7 olacaq, düzdür? Etmək olar, amma etməyin. Bu daha yaxşıdır. Belə. Bu daha yaxşıdır da, POV daha qarışıq görsənəcək. Yəni, sizin kod yazanda işiniz bunu nətər mürəkkəbləşdirərəm olmalı deyil, uşaqlar. Necə yazım ki, daha sadə görsənsin, yoxlayan adam üçün daha rahat olsun, daha anlaşılan olsun, daha başa düşülən olsun. Yəni, POV-da 3 dənə hərf var, mötərəzə aç, bağla var, birinci ədəd sonra qüvvət yazmalısan, ortada vergül var, ondan sonra x-i yazacağım da 2 dənə ulduz vur kes də oradan. Ən sadəsindəndirsə ondan istifadə edin. Onu bilmirəm, hər bir sualın özünün meyarları olur. Hər bir sual üçün dim meyarlar yazır. Yəni, normalda yanaşma tərzi budur. Əgər sual çox sadədirsə, ki, bundan sonra sadə sual düşməz, elədiyimiz xırda səhvlərə görə də bal çıxırlar. Amma sual çox çətindirsə, ciddi şəkildə riyazi, məntiq və s. işlətmək lazımdırsa, o zaman kiçik səhvləri görməzdən gəlirlər. Amma yenə də hər bir sualın üzünə baxırlar və həmin sualın özünə uyğun meyarlar yazılır. Qiymətləndirmə də həmin meyarlara görə aparılır. Yəni, indidən nəsə deyə bilmərik. Hərf səhvləri əgər davamlı olaraq eləmirsənsə, bal çıxmırlar. Hətta bəzi testlərdə, meyarlarda və s. də yazılırdı ki, məsələn, while-da, for-da, if-də 2 nöqtələr qoymayanda da bal çıxılmır. Amma o, məncə, yaxşı səhv deyil. Yəni, bir neçə səhv eləsəz, yəqin ki, onları ümumiləşdirib, birləşdirib, oradan bal çıxacaqlar. Yəni, ümumi çalışın ki, görünüş, o boşluqlar, hansı ki, if yazanda, while yazanda, for yazanda bir tab sağdan yazılmalıdır. Hə, sintaksisi önəmlidir. Çox diqqət edin onlara. Hər şey diqqətli şəkildə yazın. Uşaqlar, gəldik 9-a. Deyir ki, A bərabərdir salam, B bərabər dünya olduqda salam dünya və salam dünya ifadələrini çap edən kod yazın. Bir dənə buna baxaq görək, bunların fərqi nədir? Burada salam dünya bitişik yazılıb. Burada salam dünya aralarında bir dənə boşluq işarəsi ilə yazılıb. Sürətli olsun deyə bunu kopyalayıb yapışdıracağım. Və belə, bunlar hazırdır. Hə, bəli. Aralarında boşluq və s. qoya bilərik. Print A plus B yazsam nə olur uşaqlar? Gəlin bir dənə bunu belə işə salıb baxaq. A plus B yazsam birbaşa birləşdirir. Bitişik yazır, bəli. Print A plus dırnaqda boşluq plus B yazsam, o siz dediyiniz qaydaya uyğun olaraq, ikisinin ortasına boşluq yazacaq. Amma bir dənə də belə yaza bilərəm uşaqlar, alternativ bir variant olaraq da.
Bir dənə baxın nəticəyə. Birinci salam dünya, ikinci özü avtomatik vergüldən ayrımsan axı. Aralarında boşluq qoyur. Belə. Yəni müxtəlif yollar fikirləşə bilərsiniz. Hə, yox, bunlara müdaxiləmirik. Dünya sözünün əvvəlinə boşluq qoymuruq, yox. O zaman sən verilənlərə müdaxilə eləmiş olursan. Yəni götürüb buna boşluq qoyası olsam, bu mənə nə deyirdi? Salam və dünya sözlərini birləşdir. Artıq mən B, o B deyil axı. Şərtdə verilən B deyil. Mən onu dəyişdirdim. Aşağıda yazsan ki, B bərabərdir, boşluq plus B, o başqa. Hə, belə eləyə bilərsən. B bərabərdir, dırnaqda boşluq, plus B. Sən burada bir əməliyyat apardın. Bu problem deyil. Amma götürüb burada onun input üçün dediyi şeyi dəyişdirirsənsə, o zaman artıq bu düzgün sayılmır. Belə. O çox dərinliyinə getmir uşaqlar. Yəni bu bəsit bir sualdır onsuz da. Nömrə 10-a gəldik uşaqlar. Tərəfləri verilmiş üçbucağın perimetrini və sahəsini hesaplayan blok, sxem qurun. Bunun video izahı var. Bir dənə bu video izaha keçəcəm. Udemy-dən siz də baxa bilirsiniz onsuz da. Və bunun üzərinə vurduq. Bunun video izahı. Səsini kəsəcəm. Uşaqlar, bu video izahlara mütləq şəkildə baxın. Burada mən göstərmişəm. Gəlin bunu bir tam ekran eləyim. Baxın, flow algoritmdə qrup göstərmişəm. Kağız üzərində heç bir halda bu hissəni qoymursunuz. Heç bir halda bu hissəni qoymursunuz. Bundan işiniz yoxdur. Bu flow algoritm arxa planda kod işə salır, nəticəni bizə göstərir axı. Ona görə var. A, B, C-ni flow algoritm ayrı-ayrı istəyir. Məcburən mən ayrı-ayrı yazmışam. Bayaq sizə dedimi? Nə edirsiniz? Bir dənəsinin içərisində A, B, C olaraq yazırsınız. Elə videolarında bir çoxunda mən qoy qabağa çəkim görüm burada onları ola bilsin ki, hə, bax burada da elə videoda da izah eləmişəm ki, nə lazımdır, nə lazım deyil və s. Və uşaqlar təzədən qaydaq tapşırıqlara. Birinci növbədə həmişə məsələni riyazi olaraq fikirləşirik. Tərəfləri verilmiş üçbucağın perimetrini və sahəsini. Perimetrdə problem yoxdur da, hə? Perimetrdə problem yoxdur. Gəldik bura. Tərəflərə dedik A, B, C. Elə birbaşa perimetri hesablayaq burada. Böyük B bərabərdir A plus B plus C yazdıq. Və tərəfləri verilmiş üçbucaq deyir. Üçbucağın növünü bilmirik. Perimetri tapdıq. Perimetri tapandan sonra növbəti hesablama nə olacaq? Heron. Burada herondan başqa riyazi olaraq mənim bildiyim bir düstur yoxdur. Yəni tərəflər var ancaq əlimizdə. Üçbucağın növünü bilmirik. Var nəsə belə bir şey. Herondan başqa əlimizdə bir şey. Yoxdur, hə? Ən azından orta məktəb proqramına görə herondan başqa bir üsulumuz yoxdur. Onda uşaqlar da heronu yazmıram da. Yarım perimetr. Balaca P bərabərdir. Belə eləyə bilərsiniz. P bölünsün 2 deyə bilərsiniz. Sonra kök altı nətər yazacaq? S bərabərdir. Mötərəzənin içərisində heronu yazıb. Qüvvətində 0,5 yazırsınız. Qüvvətində SQRT yaza bilərsən. SQRT də yaza bilərsiniz. Problem deyil. Yəni içəridə də P necə idi? P vuraq, P minus A vuraq, P minus B vuraq, P minus C. Qüvvətdə 2-də 1 də yaza bilərik. Bəli. Amma qüvvətdə 2-də 1 bölü 2 yazırsınızsa, onu 1 bölü 2-ni mötərizdə yazın. Yoxsa qüvvətində 1 normalda belə başa düşülür. Qüvvətdə 1 bölünsün 2 kimi. 0,5 yazmaq daha şeydir, təhlükəsizdir, heç nə yaddan çıxmaz da burada. Amma 1 bölü 2 yazırıqsa, bunu mötərizdə yazacaq. Ona görə 0,5 yazmağı özünüzü öyrəşdirin və ya SQRT ilə işləyin. Bu belə videosu var, istəsəz baxarsınız da, oralarına çox getmək istəmirəm. Hər ikisini istəyirdi ya, axırda nə edəcəksiniz? Paralelogramın içərisində S, virgül, P yazacaqsınız. Bir də dediyim kimi, birinci növbədə məsələyə baxırsınız, riyazi olaraq bunun həlli nədir? Riyazi həlli tapırsınız. Bayaq kim yazmışdı? A, B bölü 2 və s. Yəni, tərəfləri verilmiş üçbucaq deyir. Demir axı düzbucaqlıdır, demir axı katetləri verilib və s. Ona görə mütləq riyazi olaraq ilk öncə həll eləyəcəksiniz. Sonra blok sxemini və ya kodunu fikirləşəcəksiniz. Tərəfləri verilmiş üçbucağın perimetrini və sahəsini hesaplayan kod yazın. Uşaqlar, yazılış qaydalarını sizə göstərməkdən ötürü istəyirəm ki, bunu bir
Pythonda yazaq. Qeyd qoymağı bilirik də, hə? Diyez vasitəsilə. Əvvəlki dərsləri də dəfələrlə görmüsünüz onsuz da. 3 dənə dırnaq da var, amma daha çox 3 dırnaq aç bağla da var, amma daha çox qısa qeydlər və s. qoyuruqsa diyez istifadə edirik. Uşaqlar, float input yazdıq. Aşağıya doğru çox uzanmasın deyə B bərabərdir float input və buradan da C bərabərdir float input yazıram. Hə, 3 dırnaq işarəsi bəli, başlanğıcda və sonda qoyulur. Və indi gəldik böyük P bərabərdir A plus B plus C. Uşaqlar, nöqtə vergüllə ayırırsınız. Amma yəni vərəqdə yeriniz varsa alt-alta da yaza bilərsiniz, o problem deyil. Və balaca P-ni tapaq. Balaca P bərabərdir böyük P böl 2. Baxın, riyazi olaraq nəsə səhv yazsam deyərsiniz. Kod az yer tutsun deyə, bax, ondan istifadə edə bilərsiniz. Nöqtə vergül qoyun, qabağından yazın. Amma nöqtə vergülü yaddan çıxartmayın. O yerə qənaət eləməkdən ötürü bayaq dedimi, başlanğıcdakı bir dənə A4 ayrılır sizin üçün. Onu nəzərə alsanız, bu yazılışlar yaxşıdır, yəni kömək eləyir. Balaca P-ni tapdıq. İndi gəldik sahəyə. S bərabərdir. Mötərizənin içərisində balaca P vurulsun, mötərizədə P çıx A, vurulsun, mötərizədə P çıx B, vurulsun, mötərizədə P çıx C. Uşaqlar, düsturu yoxlayın, görək, səhv yoxdur ki, qüvvətdə 0.5. Baxın, bir onu yoxlayın. Tərəflərin yoxlanması məsələsinə gələcəm indi, uşaqlar. Bir dənə hələ ki, bunu bir tam axıra çıxaq. Siz düstura baxın, görək, bir problem yoxdur ki. Printi yazdıq, P yazdıq, vergül, S yazdıq. İndi bir dənə bildiyimiz üçbucaq götürüb yoxlayaq da, özünüz də yazanda mütləq yoxlayın. 3, 4, 5 üçbucağı götürdüm. Perimetri nə olmalıdır? 12 olmalıdır. Sahəsi nə olmalıdır? Sahəsi də 6 olmalıdır. İndi elə buna uyğun şəkildə 3 dedim, 4 dedim, 5 dedim, 12 və 6-nı verdi. Uşaqlar, kök və bölmə varsa, bunu orta məktəb kitabında verməyiblər. Sizdən də soruşmazlar ona görə. Kök olanda, bölmə olanda siz tam ədədlərlə belə işləsəz, burada düzdür, float vermişik, int belə verəsi olsaz, tam ədədlərlə belə işləsəz, bölmə var və kökaltı varsa, sizə nəticəni float olaraq verir. Amma bu, yəni sizdən ötürü problem yaradası bir şey deyil də. Siz oturub onu fikirləşməyəcəksiniz kod yazanda və s. Bu belə. İndi gəldik başqa bir məsələyə, uşaqlar. 10, 8, 20. Belə bir üçbucaq var. Tərəfləri 10, 8, 20 olan. Yoxdur. Yoxdur. Yaxşı, bu kodu yazmışıq da, düzdür. İndi deyirsiniz ki, 10, 8, 20 yazsam, bu yenə nəsə hesablamağa çalışacaq. Baxın, 10, baxaq görək, xəta verəcək, verməyəcək. Nəsə bir şey hesabladı, əcaib bir şey tapdı, yəni tam ədəd ala bilmədi. İrrasional J ilə zadından bir şey aldı, kökaltı mənfi alınıb yəqin ki, ona görə belə bir şey oldu. Uşaqlar, əgər məsələ sizdən tələb etsə ki, tərəflər səhv daxil edilsə, kod bizə məlumat versin, onu eləyəcəksiniz. Bu vəziyyətdə isə dimin meyarı nədir, uşaqlar? Əgər tərəflər düzgün daxil edilsə, yəni mənfi ədəd və ya mənim biraz əvvəl verdiyim kimi ədəd daxil edilməsə, məsələn, 6, 8, 10 daxil edilsə, düz işləyir, yoxsa yox? Və ya 5, 4, 3 daxil edilsə, düz işləyir, yoxsa yox? Bu şəkildə olan bir testin meyarı budur. Ədədlər düzgün daxil edəndə cavabı düz verir və salam, bitdi. Bunu nəzərinizə saxlayın. Amma görsəniz ki, indi bu tip testlərimiz də var. Udemy-də də görəcəksiniz. Görsəniz ki, sizə mötərizədə ya məsələnin şərtində deyir ki, birdən tutaq ki, kənar ədəd daxil edilsə, tutaq ki, natural ədədlərlə işləyirik, səhvən mənfi ədəd daxil edilsə, xəta haqqında məlumat versin. Yazsın ki, natural ədəd daxil edilməlidir. Əgər elə bir şərt qoyulubsa, mütləq sən də onu nəzərə alacaqsan. Digər hallarda sadəcə belə fikirləşirlər, belə qiymətləndirirlər. Məlumatlar düz daxil edilibsə, kod düz işləyir və salam, bitdi, tam bal. Yəni, bizim bayaq yazdığımıza dim verəcək tam bal, şərt bu formadadırsa. Əks halda üçbucaq bərabərsizliyini yoxlayacaqsınız. Onunla bağlı da növbəti kodlarda sual çıxacaq qarşımıza.
Bayaq dedim onda. Məsələdə çap edilmə şərti var, yoxdur, fərqi yoxdur, yazırsınız, bəli. Tərəfləri verilmiş üst perimetri sahəsini hesaplayan kod yazın. Yəni bayaq dedim axı, bundan uzun-uzun da danışdım. Bunu götür sil. Nə mənası olacaq ki onun? Hesablayır, ürəyində hesablayır, mənə nə? Yəni onda sən onsuz da yəni kodu yarımçıq saxlamış olursan. Məsələdə elə bir şeylər axtarmayın. Normal şəkildə axıra qədər yazın. Print bunu tamamlayır. Başlanğıcda olan suallar asandır, amma 60-lardan, 50-lərdən keçəndən sonra imtahan səviyyəsində suallar olmağa başlayacaq, bəli. Və təbii ki, DİM test toplusunda olan suallarda işləmək lazımdır. Burada 181 dənə tapşırığımız var ümumi olaraq. Əlavə olaraq mütləq DİM-də işləmək lazımdır ki, nəticə yaxşı olsun. Uşaqlar 12 nə deyir? Tərəflər daxil edilmiş düzbucaqlının sahəsini və perimetrini hesaplayan blok sxem qurun. Buna uyğun hesapladıqda bunu özünüz həll edərsiniz. Həm kod məsələsini, həm də blok sxem məsələsini. Sadəcə A, B 2 dənə tərəf daxil edəcəksiniz. Nöqtə vergüllə yazmaq else-də ya dövrün içində yazanda oralarda yox, problem yoxdur. Dövrün gövdəsində yazırıqsa problem yoxdur, yox. Amma məcbur qalmadıqca eləmirik onu. Məcbur qalmadıqca eləmirik. Əgər yer çatmırsa nöqtə vergül istifadə edirik. Yəni onu sağa doğru uzada getməyin. O zaman yaxşı görsənmir görüntü baxımından. Gördük ki, yerimiz çatmır, onda nöqtə vergülünü ayıra bilərsiniz. Ya ona görə onsuz da düzgün yazılışdı da, o Python'da da yazdıq, yoxladıq. Bir problem çıxartmır onsuz da. Ona görə sizdən heç kəs bal kəsə bilməz. Klaviaturadan daxil edilmiş çox rəqəmli natural ədədin rəqəmlərini tərsinə yazmaqla yeni ədəd yaradan proqramın kodunu Python'da yazın. Bunun videosu var, bilmirəm videoda hansı üsulla göstərmişəm. Baxın uşaqlar, klaviaturadan daxil edilmiş çox rəqəmli natural ədəd deyir. Reverse istifadə edə bilərik, bəli. Natural ədəd deyir uşaqlar. Və natural ədəd dediyinə görə nə edəcəyik? Integerlə daxil edəcəyik. N deyək buna. Integer input. Burada da n bərabərdir. Yaxşı, gəlin bunun qabağına bir dənə diyez qoyuram. Necə yazsaq səhv olar uşaqlar. N bərabərdir. Input yazdım. Düşdüm aşağı. A bərabərdir. Çox qısa bir dənə yol yazmağa çalışacağım. Düzdür, proqramımızda yoxdur. Amma markerlərə təlimdə bu keçilir. Yəni o baxımdan problem olmaz. Bir dənə buna fikir verin. 123, 321. Siz mənə deyin görək, bu niyə səhvdir? Məsələnin şərtinə qayıdıram. Klaviaturadan daxil edilmiş çox rəqəmli natural ədədin rəqəmlərin tərsinə yazmaqla. Niyə görə bunu yazmağım düzgün deyil? Məsələnin şərtində nə deyir? Deyir ki, natural ədəd. Mən nə daxillədim bura? Sətr daxillədim. Sətr. Mən nə elədim? Natural ədəd üzərində işləmədim. Ümumiyyətlə, məsələni başlayanda səhv başladım, uşaqlar. Başlayanda səhv başladım. Bu deyir ki, daxil edilmiş natural ədəd. Mən nə daxillədim? Sətr. Yəni, mən götürüb buna, əgər kitab da versəm, bu çevirəcək. Çünki verdiyim hər şeyi sətr kimi görür. Simvollar yığını kimi görür. Yaxşı, bu üsulu yazmaq, bu arada bu proqramdan kənarda olsa, dediyim kimi, markerlərə təlimdə breakdir, continue'dur, mənfidir, bu addımlardır və s. bunlar keçirlər. Düzdür, çox da tərəfdarı deyiləm. Ola bilər ki, kimsə problem yaşayar, apellyasiyaya getməli olar. Yəni, mümkün qədər imkan daxilində orta məktəb proqramından kənara çıxmayın. Break continue 8-ci sinifə əlavə olunub. Orada heç problem yoxdur. Bu əlavə olunmayıb, amma yenə də markerlər bilir bunu. Var, bəli. Buna aid suallar var. Elə kod yazanda işiniz asan olsun deyə qoymuşam onu. Onsuz imtahanda bunu sizdən soruşmayacaqlar. Sadəcə kod yazanda istifadə eləsək, bir çox hallarda belə qısa üsullardır da, o bizim köməyimizə gəlir satır. Yaxşı, uşaqlar, indi bunu düzəldirəm. Aşağı hissəni dəyişməyəcəm. Bax, yuxarı hissəni yazdım. N bərabərdir, integer input olaraq yazdım. Artıq mən məsələnin şərtindən kənara çıxmamışam. Natural ədəd daxil edirəm və gəlirəm bura. N bərabərdir, str, n. Bax, çox sadə bir əməliyyat apardım. Və artıq məsələni yoxlayanda razı saldım. Niyə? Nə deyirdi mənə? Deyirdi, natural ədəd daxillə. Daxillədim natural ədədi. Və onun üstünə nə istəsəm eləyərəm də. Bundan sonrası mənim işimdir. Yəni, müstəqiləm artıq. Və yenə gəldim bura. 123 verdim. 321-i çap elədi. Bir dənə qayıdıb məsələyə baxıram.
natural ədədin rəqəmlərin tərsinə yazmaqla yeni ədəd yaradan. Bir dənə də düzdür, bundan bal kəsməzlər, amma burada diqqətimi çəkən bir şey var uşaqlar. Yeni ədəd yaradan. Mənim çap elədiyim şey ədəd deyil. Neyniyək? Belə eləyək. Tam onların istədiyi kimi olsun hər şey. Heç bir bəhanələri qalmasın. Bəli. Gəldim bu printin içərisinə int yazdım. İstəyirsiniz belə eləyə bilərsiniz. A bərabərdir integer A və gəlin bura yazın A. Yenə çox bir kodumuz uzanmadı yəni. Bu şəkildə. Olar. Olar. Int olaraq daxilləmişiksə, olar. Eyni sətirdə çevirə bilərik. Bəli. Amma int olaraq daxil eləyək. Yəni, məsələnin şərtindən kənara çıxmayaq. Nöqtəsiz, nöqtəsiz yaza bilərik. Proqramdan kənara çıxmayaq deyirsən, yazaq, nöqtəsiz yazaq. Nöqtəsiz yazaq. Tam orta məktəb proqramına uyğun olsun. Belə eləyək. Necə eləyək? Deyək ki, A bərabərdir list str n. Ədədi birbaşa list eləyə bilmirik uşaqlar. Onu yadda saxlayırsınız. Və nə elədik? Ədədi çevirdik sətrə və siyah elədik. Özünüz kod yazanda belə eləyin, bax. Addım-addım nəticəni görməkdən ötürü. Kömək eləyir. Çox kömək eləyir. Bax, hal-hazırda əlimizdə bu var. Düşdü aşağı. A nöqtə nə yazırıq? Reverse. Möhtərəzəni aç bağla. Bir dənə də yoxlayacağım. Gəldim bura. Print A. İndi baxın buna. 123-ü yazdıq. 123-ü parçaladı. Çevirdi. Nə edəcək? Birləşdirmək qalır. Bəli. Join-dan. N deyirəm uşaqlar buna. Deməli, dırnaq nöqtə join. Siyahımızın adı nə idi? A. Və bir dənə də belə deyirəm. Ön tərəfinə gəlirəm. Int deyirəm. Möhtərəzəni açıram və möhtərəzəni bağlayıram. Niyə belə elədim? Ədəd olsun deyə. Və düşdüm aşağı. Print M. İndi uşaqlar gəldim. Yazdım yenə 123. Baxın, addım-addım. Burada nə elədim? Bunu aldım. Sonra nə elədim? Bunu aldım. Və 4-cü sətirdə nə elədim? Birləşdirdim. Ən axırda çap elədim. İmtahanda, uşaqlar, imtahanda götürüb buralara print yazmırıq. Bu, öyrənmə prosesində çox mükəmməl bir yoldur. Yoxlayın, görəcəksiniz faydasını. Yəni, sən özün üçün nəsə fikirləşirsən, bəlkə fikirləşdiyin şey doğru deyil. Addım-addım kod neyini görməkdən ötürü götürün, önəmli yerlərə bir neçə yerə print yazın. Amma təbii ki, imtahan üçün belə eləməyəcəyik də. İmtahanda budur bizim yekun cavabımız. Və bir dənə də işə salırıq. Yazdıq 123, 321. Belə. Çoxlu fərqli yollar tapa bilərsiniz. While-dan istifadə edə bilərsiniz, sətir kimi toplaya bilərsiniz, ona bölməklə rəqəmləri götürüb və s. Məsələn, məşq eləməkdən ötürü while variantında özünüz yazın. Hətta bu videonu YouTube-a qoyacağım, elə bunun while variantını YouTube-da rəy bölməsinə yazarsınız. Hansı ki, ona bölmə qaydası var idi. Rəqəmləri bir-bir götürürdük və s. Baxın, ağlınıza nə gəlirsə onu yazın. Yəni, məsələlərə adətən bir neçə həll yolu həmişə tapmaq olur. Qayıtdıq uşaqlar yenidən suallarımıza. 15. Klaviaturadan daxil edilmiş iki sözdən ibarət ifadənin sözlərinin yerini dəyişərək çap edən proqram yazın. Nümunə olaraq verib kitab oxu kitab. Klaviaturadan daxil edilmiş iki sözdən ibarət ifadə. Uşaqlar, bir dənə girişimiz var. İki sözdən ibarət ifadədir. S bərabərdir. Nə yazacaq? Input yazacaq. Bu şəkildə. Bəli. Splitlə bölə bilərik. Elə S ilə davam edəcəm. S bərabərdir. S nöqtə split dırnaq boşluq. Uşaqlar, siz möhtərəzənin içində dırnaq boşluq yazmasanız, o standart boşluğa görə bölür. Amma orta məktəb kitabında izah olunmayıb deyə biz belə yazırıq. Bu formada. Reverse eləyə bilərik. Bəli, bir variant reverse-dür. Başqa bir variant fikirləşək bəlkə. Belə eləyək uşaqlar. Print. Neçə söz deyirdi bu? Klaviatın daxil iki sözdən ibarət. İki söz olduğunu bilirik. İki sözdən ibarət. Bəli. Elə onu fikirləşirdim elə. S1, S0 şəklində. S. Reverse variantında özünüz yazıb yoxlayarsınız. S1, S0. Bu formada.
Niyə xəta verdi? Çünki vergül yazmalıyam bura. Və işə saldıq. Kitab, oxu yazdıq, dəyişdirdi. Belə. Hə, olar, mənfi indekslər və s. yaza bilərik, bəli. Yenə də digər variantların üzərində özünüz işləyərsiniz. Bu kifayət qədər qısa bir kodumuz var. Uşaqlar, yenə də deyirəm, hələ ki bir 50-lərə, 60-lara çatana qədər imtahan çətinlik səviyyəsinə uyğun suallar yoxdur. Amma bunları heç bir şəkildə üstündən keçməyin. Çünki asanlarını üstündən keçib birbaşa çətinlərə başlasanız yaza bilməyəcəksiniz. Asanlarının üzərində işləyə getmək lazımdır, yavaş-yavaş çətinləşdirmək lazımdır. Klaviaturadan daxil edilmiş cümlənin bütün hərflərini böyük hərfə çevirib çap edən proqram yazın. Uşaqlar, nə ilə yazırıq bunu? Bəli. Upper vasitəsilə yazırıq, düzdür. Onda bunu saxlayıram da, özünüz məşq edərsiniz bunun üzərində. Sətir.upper, sonra da onu çap edirsiniz. Biz biraz daha fərqli olan tiplərə baxaq. Klaviaturadan daxil edilmiş cümlənin bütün hərflərini deyir. Elə birbaşa upper yazsaq hamısını böyüdür, onsuz da listələməsək də olar. Gələk 17 nömrəyə. Klaviaturadan daxil edilmiş cümlənin hər bir sözünü siyahının bir elementi şəklində çap edən proqram yazın. Klaviaturadan daxil edilmiş cümlənin hər bir sözünü siyahının bir elementi. Hə, splitdən boşluğa görə bölərik, bəli. Bunu bəlkə, yaxşı, gəlin bunu elə sürətli şəkildə yazaq. Biraz əvvəl split istifadə eləmişdik, ona görə dedim bəlkə ötürək, ötürməyək, yazaq. Input, buradan S-i istəyirik. S bərabərdir, S nöqtə, split. Uşaqlar, bayaq dediyim kimi, heç nə yazmasa standartda boşluğa görə bölür, amma yazın. Orta məktəb proqramına uyğun olsun deyə dırnaq, boşluq yazın. Və gəldik bura, print S. Başqa bir şey demirdi ki, elə sadəcə bunu istəyir. Siyahıya salmağımızı istəyir. Kodu işə saldıq, daxillədik sətri və bu da bizim nəticəmiz. Sadə bir əməliyyat, sadə bir kod. 18. Daxil edilmiş iki müxtəlif ədədin böyüyündən kiçiyini çıxıb, nəticəni çap edən blok sxem qurun. Uşaqlar, gördüyünüz kimi videosu var, School'da da var ki, sizdə hələ School onsuz da yoxdur, Udemy'dədir. Udemy'də də videosu var, təbii ki. Modul yazmağımız düz olarmı? Blok sxemdir bu arada, uşaqlar. Daxil edilmiş iki müxtəlif ədədin böyüyündən kiçiyini çıxıb nəticəni çap edən. Yəni, normalda blok sxemdir, uşaqlar. If yazırsınız, nə if? Modul yaza bilərik. İstifadə edə bilərik. Amma bir də burada siz diqqətimi çəkən nədir? Deyir ki, böyüyündən kiçiyini çıx. Məni yönləndirir ki, ədədin böyüyünü tap. Hansı böyükdə, hansı kiçikdir, onu tap. Ona görə mən bu blok sxemdə modul istifadə eləmirəm, qorxuram. Nəsə, birdən meyarlar elə olar ki, bal çıxarlar ona görə. Gələcəm bunun tam dediyi kimi. Böyük ədəddən kiçiyi çıxdı. Yəni, məndən istəyir ki, ədədin hansı böyükdə, hansı kiçikdir, onu tapım. Gəldik bura, yazırıq. A, B ədədlərimiz. Sonra gəldik bura, şərt bloku. Əgər A böyükdür B-dirsə, iki müxtəlif ədəddir, uşaqlar. Bərabərlik şərti onsuz da yoxdur. Gəldik burada hang olur. Belə deyirəm, birbaşa çap qoyuram. Birbaşa çap qoyuram. Deyirəm ki, A, B fərqini çap elə. Gəlirəm bura. Burada yox yazıram. Burada da nə yazacağım? B çıx A. Bunları birləşdirdik və ovalla son. Modul istifadə edə bilər. Amma burada, məsələn, imtahanda sırf bu tipdə sual çıxsa, mən istifadə eləmərəm. Çünki burada cümləyə baxın. Daxil edilmiş iki müxtəlif ədədin böyüyündən kiçiyini çıxıb. Yəni, məndən istədiyi şey odur ki, mən ədədlərin hansı böyükdür, hansı kiçikdir, onu tapım. Ona görə istifadə eləmərəm. Deyərəm, birdən meyarları elə qoyarlar ki, yarı bal verərlər və s. problemi çıxar. Ona görə imtahanda, məsələn, mən özüm olsam, bunu yazaram. Bu şəkildə yazaram. Yəni, şərtə tam olaraq diqqətlə baxın və mümkün qədər çalışın ki, şərtdən kənara çıxmayasınız. Və indi gəldik 19-a. 19-u yenə if ilə yazacağıq. Burada yenə asan bir şeydir əslində, uşaqlar, amma ifin yazılışı və s. bunlara tam öyrəşməyiniz üçün lazımdır ki, bunu eləyəsiniz. Şərti bura
əlavə eləyək. Yəni buradan enter. Yenə A bərabərdir. Daxil edilmiş iki müxtəlif ədəddən. Ədədin tipini demir deyə yazacağım float input şəklində. Yenə B bərabərdir. Float input şəklində. Və düşdük aşağı. If yazdıq, boşluq qoyduq. Əgər A böyükdür, B-dirsə 2 nöqtə, enter. Qabağından da yaza bilərsiniz, amma yazmayın, onsuz da qısa koddur bu. Birbaşa yazacağım uşaqlar. Print A çıx B. Düşdük aşağı, yazdıq else və düşdük aşağı print B çıx A yazdıq bu formatda. Və misal üçün A-mız olsun 12, B-miz olsun 20, cavab verdi 8. Niyə 8.0? Float olaraq daxilləmişik ora görə. Bu da belə. Elif yazsaq qabağında şərt yazacaq, amma burada elif ehtiyacımız yoxdur da. Burada if, else bizim üçün yetərli olur. Burada ehtiyacımız yoxdur. İndi sonra yazacağımız tapşırıqlarda elif istifadə eləyəcək təbii ki. Klaviaturadan daxil edilmiş çox rəqəm natural ədədin rəqəmləri arasında boşluq simvolu qoymaqla çıxışa verən proqram yazın, deyir. Elə verildiyi ardıcıllığından uşaqlar bir fikirləşin görək təklifləriniz nələrdir? Nə edə bilərik? Ctr eləyək. Enddən istifadə edə bilərik. Aha, fordan istifadə edə bilərik. Yaxşı, dövürsüz eləmək istəsəm, dövürsüz. İstəyirəm ki, dövür olmasın. List eləsək, sonra nətər davam eləyəcək? Biraz daha sadə forma. İstədiyim o idi, join. Bəli. Gəlin baxaq. For variantı və s. dediyiniz variantları özünüz yazıb yoxlayarsınız. Hətta bayaq dediyim kimi, elə videonun rəy hissəsinə yazın öz variantlarınızı. Sualın nömrəsi neçədir? 20. Bax, belə nömrəsi ilə bərabər. Onsuz da qruplara da göndərəndə sualların həllini belə deyirik. Bax, uşaqlar, bunu da bir nümunə olaraq göstərim sizə. Nömrəsi nədir bunun? Qruplara da həll göndərəndə ev tapşırığında mən yazacağım ki, misal üçün, tutaq ki, 30-dan 50-yə qədər olanları işləyim, qrupa göndərin. Belə yazacaqsınız. Nömrəsi nədir? 20. Diyezlə 20-yi yazırsınız. Düşürsünüz aşağıdan həlli yazırsınız, yoxluyursunuz, düzdür. Ondan sonra kopyalayıb göndərirsiniz qrupa. Klaviaturadan daxil edilmiş çox rəqəmli natural ədədin, natural deyir, integer input yazdım, n-i daxil elədim. A deyək də, A bərabərdir list str n dedim. Bir dənə nöqtə vergül qoydum. Burada print A deyib prosesə baxacağım. İşə saldım. 1, 2, 3, 4. 1234 yazdım. Məndə bu var hal-hazırda. Gəldim növbəti hissəyə. Birbaşa printin içərisində dırnaq, nöqtə, join. Nə idi? A, hə? Burada gəldik, bir dənə boşluq əlavə elədik. Dırnağın içərisinə. İşə saldıq. Yazdıq 1, 2, 4, 5 misal üçün. Bax, belə hazırdır. Bir dənə şərtə baxaq görək, tam olaraq bunu istəyir bizdən. 4253, 4253, bəli. İndi son vəziyyəti necə olmalıdır? Bir dənə buradan printi götürəcəyik və salam, hazırdır. Kiçik bir ədəd verək. 154, 1, 5, 4 şəklində. Dediyiniz o digər variantları da özünüz yazarsınız. Belə uşaqlar, bu da nömrə 20 idi. Bu 24-də dayanacağım. 24 biraz daha fərqlidir. Ki, onunla videosu var. 24-dən sonraki hissəndə növbəti 6-cı gün davam eləyərik. Klaviaturadan daxil edilən iki müxtəlif ədəddən böyüyünü x dəyişəninə, kiçiyini y dəyişəninə verən, mənimsədən proqram yazın. Şərtini kopyalayaq. Bura əlavə eləyək. Uşaqlar, klaviaturadan daxil edilmiş iki müxtəlif ədəddən. Yenə ədədin tipi haqqında məlumatım yoxdur. Ona görə float input yazdıq, A yazdım və gəldim B bərabərdir. Burada float input yazdım. Bu hazır. İki müxtəlif ədəddən böyüyünü x dəyişəninə, kiçiyini y dəyişəninə. Belə deyirəm, if əgər
A böyükdür B-dirsə, o zaman x bərabərdir A, nöqtə vergül qoymayaq bəlkə, aşağıdan yazaq. Y bərabərdir B. İndi baxaq görək bura qədər düzdürmü? Deyirəm ki, A əgər B-dən böyükdürsə, nə deyirdi? Böyüyünü x dəyişəninə, x böyüyünü götürsün, y də kiçiyini. Düşdüm aşağı, yazdım else, düşdük yenə aşağı. Əks halda klaviaturun daxil edilmiş onsuz da müxtəlif ədəddir, bərabər olma halları nəzərə alınmır. Əks halda nə deməkdir? Əks halda B böyükdür deməkdir. X bərabərdir B, düşdük aşağı, y bərabərdir A və hazır. Buradan da gəlin son olaraq bir dənə x vergül y yazırsınız və hazırdır. Belə. Biraz qısa, necə qısa? Hə, mənimsətməni istəyirik axı burada. If-in else-in içərisində birbaşa print AB yazmağımız bu sualın meyarlarına uyğun qəbul olunmaz. Klaviaturdan daxil edilmiş iki müxtəlif ədəddən böyüyünü x dəyişəninə biz mütləq bu əməliyyatları aparmalıyıq, yoxsa məsələnin şərti pozulmuş olacaq. Yəni biz artıq başqa bir məsələ həll eləmiş olacaq, əgər bunu eləməsək. X, Y deməsəydi, böyük, kiçik, başqa bir məsələ olsaydı, hə. Amma bu vəziyyətdə mənimsətmələri aparmalıyıq. Gəldik 22-yə, uşaqlar. Daxil edilmiş natural ədəd 50-dən kiçik olduqda həmin ədədi kvadrata yüksəldib, nəticəni çap edən 50-dən böyük olduqda isə 2-yə vuran blok sxem qurun. Və deməli, başlanğıc daxil edilmiş natural ədədimiz olsun n, 50-dən kiçik olduqda n kiçikdir 50 olduqda həng olur. Həmin ədədi kvadrata yüksəldib nəticəni çap edən birbaşa çap bloku qoyuram. Yazıram n vur n və ya n kvadratı nə istəyirsiniz yazın. Fərqi yoxdur. Gəldik yox qoluna. 50 və daha böyük olduqda, 50 və daha böyük olsa da bunun əksidir də, bunun yoxudur. 2-yə vuran n vur 2. Ayrıca hesablama da aparıb, məsələn, p bərabərdir n vur 2 və s. yazıb onu da çap eləyə bilərsiniz. Amma uzanacaq. Belə olsa daha yığcam bir həll əldə eləmiş olacaqsınız. Bu da nömrə 22. Və sürətli şəkildə 23-ü də yazıb bugünlük yekunlaşdıracaq. Növbəti 6-cı gündə 24-dən davam eləyərik. Diyezi əlavə elədik. Daxil edilmiş natural ədəd deyir yenə də burada. N bərabərdir integer input. Uşaqlar, 50 və daha kiçik zat belə şeylər də, şərtlər də yazırlar. Ona görə həmişə diqqətlə oxuyun. Daxil edilmiş natural ədəd 50-dən kiçik olduqda if n kiçikdir 50 print həmin ədədi kvadrata yüksəldib n vur ulduz 2 v yazdım mən. N ulduz 2 və ya n vur n fərqi yoxdur. Düşdü aşağı else print əks halda 2-yə vuran deyirdi. 50 və daha böyük olduqda isə 2-yə vuran. Belə. Məsələn, buna bir 25 deyək. 25 deyəsi olsaq, if-in şərti ödəyir və kvadrata yüksəldir. 60 deyək. 60 desək, else düşür və 120 çap eləyir. Və yaxud da tutaq ki, elə tam 50-nin özünü deyək. 50 deyəsi olsaq, 50 kiçikdir 50. Yox, else düşəcək və 100 çap eləyəcək. Belə. Bunun elə çox fərqli bir yolu olacağını zənn eləmirəm. Yəni, cüzi dəyişiklik eləyə bilərsiniz, amma bundan əvvəl işlədiyimiz tapşırıqlar var idi, hansı ki, çoxlu müxtəlif fərqli üsullar deyirdiniz.
Bax, onların da həllərini özünüz yazın. Hətta yaxşı olar ki, nömrələri ilə bərabər elə YouTube-dakı videonun rəy bölməsinə göndərin. Nömrəni də diyezlə yazın. Baxın, öz üsullarınızı göndərin. Həm də orada bir-birinizə dəstək ola bilərsiniz və əlavə olaraq uşaqlar. Deməli, Classroom-a bir dənə keçirəm. Classroom-da sizə lazım ola biləsi. Bu informatika testləri kimin artıq vaxtı varsa, gəlsin, buradan alqoritm var, test 1 var, bunu işləsin. Əvvəldə demişdim yəqin ki sizə. Gəlsin bura Python-a, bu birbaşa açılacaq o dəyişsizdir bu. Python testləri belə. Sadəcə burada baxın, yuxarıda qeydlər var. Ulduz ilə işarə edilmiş testlər orta məktəb proqramından kənardır. Aşağıya doğru gələndə gördünüz, hansısa bir testin yanında ulduz var. Onu ötürürsünüz. Onlar sizə aid deyil. İnformatika müəllimləri üçündür. Ən axırda baxın, belə təkrar sualımız var. Burada bir əməlli başlı 102 dənə sual var. Ən axırda cavabları var. Bunları işləyin. Bunları işləyin. Əlavə olaraq nə qədər çox test işləsəz, bir o qədər də yaxşıdır. Baxaq görək, başqa nə var burada sizə aid? Dimin qəbul və sınaqlarını hazırlayıram. Bunun içində olacaq ardıcıllıqla 2023, 24, 25 belə. Bu şəkildə ardıcıllıqla gedəcək. Hələ ki, bu sizdə görsənməyəcək, çünki üzərində iş gedir. Belə, bir test toplusu var, onun da üzərində iş gedir. Onları hələ ki görə bilməyəcəksiniz. Amma böyük ehtimal ki, bir həftədən sonra bunu işləmək olacaq. Dim informatika, izahlı qəbul və sınaqlar. Bu qədər uşaqlar. Videonu saxlayıram. Mesaj bölməsinə nəsə yazmışsınız. Onlarla bağlı da indi cavablandıracağım. Sonra da başlayarsınız sınağa.